Azərbaycan hərbiçiləri də neyniyir? Zibirdən bizon qabı yığıb satır. Azərbaycan maxesi. Dünənləri yenə yüksək rütbəli hərbiçilərlə danışdım. Yazıqlar borcun içindədir. Sənədləri, sünətləri faizdədir. Xanımlarının qızılları, anaları, subaydılarsa analarının qızılları, gəlinlərinin qızılları faizdədir. Azərbaycan zabiti taksi şoförlərinə və faiz verənlərə necə borçlu qalıbdır? Necə onların yanında boynu pükükdür? Magazinlərə borcunu verə bilmir evinə apardığı ərzaqın. Azərbaycan ordusu dağılır. Azərbaycan ordusu Mamay ordusundan betər haldadır. Baxın, dəyərli həmvətənlər, artıq maxelərimiz bizon qabı yığır. Baxın. Yoluma demir alırım, demir. Artıq maxelərimiz, hərbiçilərimiz bizon qabı yığırlar. 2 hərbiçi ailəsindən, 3 hərbiçi ailəsindən biri boşanıbdır, dağılıbdır. Azərbaycan mayoruna qədər, aklad nə qədərdir bilirsinizmi? Mayora qədər. Mayorun 750 manatdır, komandir batalyonun. Ona qədər nə qədərdir bilirsinizmi? Baş leytenant, kapitan, mapitan. 500-550 manat. 450 manat. Dan başlayır, leytenant. Qadın hanım. Azərbaycanda isə petuxlar 500 manatdan yuxarı alır. Cinsi azlıq da oturub ancaq belə meymunluq eləyəcək, xalqın əxlaqını pozacaq. Onlar 500 manatdan çox pul alır, 550 manat alır. Bu qədər də milyonlarla adam deyir ki, petuxlar pul alır, bu gizlin saxlayırdılar. Çıxıb açıqlamırlar ki, hansı dərəcədə petux nə qədər pul alır. Aktiv petux var, pasif petux var, o birisi var, bu birisi var. Çünki İlham Əliyev petuxdur. Ona görə, bax, mən İlham Əliyev petuxdur deyirəm, İlham da deyir, hamı deyir də, deyir ki, mən də xalqın kişilərini petux eləyəcəm, Mehriban deyir, mənə də əxlaqsız deyirdiniz, xalqın qadınlarını əxlaqsız eləyəcəyəm.